This war of aggression Bu təcavüzkar müharibə açıq-aşkar əsassızdır və qəddar şəkildə aparılır. Onlar bu təcavüzə fevralın 28-də başladılar. Həmin vaxt İran və Birləşmiş Ştatlar Amerikalıların İranın nüvə proqramı ilə bağlı iddia edilən narahatlıqlarını həll etmək üçün diplomatik prosesdə iştirak edirdilər. Onlar 9 ay ərzində danışıqlar prosesini ikinci dəfə pozaraq diplomatiyaya xəyanət etdilər. Bu təcavüzün ən dəhşətli təzahürlərindən biri İranın cənubundakı Minab şəhərindəki ibtidai məktəbə planlaşdırılmış mərhələli hücum idi ki, burada 175-dən çox şagird və müəllim soyuqqanlılıqla qətlə yetirildi. İranın Xarici İşlər Naziri Abbas Əraqçı bildirib ki, məktəbin hədəfə alınmasına heç cür haqq qazandırmaq olmaz. Nazir qeyd edib ki, hücumlar soyqırımı məqsədi daşıyır. İranda 600-dən çox məktəb dağıdılıb və ya zədələnib. Nəticədə 1000-dən çox şagird və müəllim şəhid olub və ya yaralanıb. Təkəbbürlə mərhəmət yoxdur, sığınacaq yoxdur deyə qışqıran və İranın həyati əhəmiyyətli infrastrukturlarına zərbə endirməklə hədələyən təcavüzkarlar xəstəxanalara, təcili yardım maşınlarına, səhiyyə işçilərinə, qırmızı aypara xilas edicilərinə, neft emalı zavodlarına, su mənbələrinə və yaşayış məntəqələrinə hücum ediblər. Təcavüzkarların hədəf alma tərzi və ritorikası onların soyqırım törətmək niyyətinə dair heç bir şübhə yeri qoymur. Əraqçı bildirib ki, İran heç vaxt müharibə axtarmayıb. İranlılar yer üzündəki ən zəngin sivilizasiyalardan birini miras alan dinc, nəcib millətdir. Buna baxmayaraq onlar cinayət törətməkdə heç bir sərhəd tanımayan qəddar təcavüzkarlara qarşı özlərini müdafiə etmək üçün mütləq qətiyyət nümayiş etdiriblər. Bu müdafiə lazım olduğu qədər davam edəcək deyə nazir sözlərinə əlavə edib.